kim niyə gedib chatbota yazsın? Terapiya mövzusu deyilir, düz deyil. Məsəl üçün ChatGPT-nin insanlarda psixoza yol açdığı bildirilir. Çünki sən bir şey deyirsən və ChatGPT davamlı olaraq səni indi ChatGPT deyirəm, mən onu istifadə edirəm deyə deyirəm. Generativ süni intellekt alətləri biraz uzun çıxır. Nə deyək? Chatbot alətləri deyək. Dediyimiz kimi bu chatbot alətləri insanlarda psixoza belə yol aça bilir. Bəzi araşdırmalar, bəzi peşəkarlar belə deyirlər. Və indi gələk terapiya mövzusuna. ChatGPT-dən, yəni ümumiyyətlə chatbotlardan nəyə görə öz terapeutimiz kimi istifadə eləməməliyik? 1. Təhlükəlidir. 2. Chatbotlar bizə daim obyektiv qərarlar, obyektiv bir yanaşma vermirlər. Hərçənd ki, bəzən insanlar bunu tələb edəndə onu da verə bilirlər, amma ümumilikdə vermirlər deyək də. Çünki bu da özü ayrıca bir rəqəmsal savadlılıq tələb edir ki, biz chatbotla necə davranmalı olduğumuzu, danışmalı olduğumuzu anlayaq. Amma digər bir tərəfi də var ki, əgər insanlar maaşlarının 1/3-ni terapeutə verməli olmasaydılar, yəni terapeutlərin xidmətlərinin qiyməti bu qədər baha olmasaydı, kim gedib insana danışmaq əvəzinə bir chatbota danışmaq seçərdi? Sual vermək istəyirəm, bunu soruşmaq istəyirəm. Çünki bu sual məncə bu gün bizim reallığımızda unudulan, verilməyən, amma verilməli olan bir sualdır. Yəni əgər bizim səhiyyəmizə güvən kifayət qədər olsa, kim niyə gedib chatbota yazsın?